Herkese salam. Bu seferki mekanımız sahil metrosunda yerleşen Chicken Project'tir. Mekana daxil olanda insanların doluluğu göz oxşuyur. Wow, necə də çox insan gəlir burada yemək yeməyə. Məkan 2 mərtəbəlidir və biz isə üst mərtəbədə oturmağı seçdik. Sadə və göz oxşayan interyerə sahib idi. Əslində əvvəl bu məkanda bir dəfə də olmuşam, lakin menyunun dəyişikliyi yenə məni bura gəlməyə vadar etdi. Bir də onu vurğulayım ki, mayonez, ketçup və xardal limitsizdir. Eyni zamanda içdiyiniz içkilər də limitsiz şəkildə bu məkan sizə təqdim edir. Sifarişlərimiz isə xırçıltılı toyuq salatı, chicken pomegranat salat, hot project burger menü və project kruasan menüydü. Salatlarının tərkibi bol və çox ləzzətli idi. Mənim isə ən sevdiyim xırçıltılı toyuq salatı oldu. Sonda isə bizə belə bir jest elədilər və rice burger gətirdilər. Əsl dietik bir şey idi, çox ləzzətli idi. Vurğuluyum, acılı və ləzzətli idi. Və restorana belə bir aparat qoyublar. Hər masadan sadəcə bir nəfər bundan istifadə edə bilir və 10 saniyədə saxlayana bütün menyunu pulsuz, ödənişsiz verirlər. Hesab isə 49 manat 99 qəpik tutdu. Təşəkkürlər Chicken Project.